Mən o qədər kökəlmişəm ki, bədənimi ayaqlarım saxlamır. Özümü apara bilmirəm. Addımla gəzə bilmirəm. Maşına sığışmıram, evə yerləşmirəm, stulda otura bilmirəm. Bax, bu kökəlmə problemi. Bu, heç nə yemirəm. Amma şişirəm, bədənim şişir, kökəlir. Bax, bu problemlər, əziz dostlar, sizdə də varsa, bu kökəlmə problemindən, bu yağlanma, piylənmə problemindən, qaraciyər piylənməsindən əziyyət çəkirsinizsə, sizə bir dənə tək vasitə, dərman vasitəsi olmayan, bitki tərkibli Kanurun antixolesterin çayını məsləhət görə bilərəm ki, bax, bu Kanur çayın gündə 3 dəfə yeməkdən 30 dəqiqə qabaq bir paketi 200 ml qaynanmış suda dəmləyib içsəz, o kökəlmə problemi, o şişmə problemi, bədənin şişməsi, o qaraciyər piylənməsi, xolesterin problemi, təzyiq, bax, bu problemlərin hamısı sizdən yox olub çıxıb gedəcək. Bu Kanur çayını alın, istifadə edin. Zəmanət şəxsən verirəm ki, bədənə ziyan əks təsiri yoxdur və çox gözəl vasitədir. Birinci istifadədən bədəninizdə olan o rahatçılığı, o şəffaflığı hiss eləyə bilərsiniz. Bütün apteklərdə var. Olmasa əczaçılara deyin, gətirəcəklər. Videomuzu xahiş edirəm, bəyənib səhifəmizdə takib edin.